ayın 26-sında mümkün oldu, yəni ailəni, uşaqları, qohumları bacardığımız qədər Ukraynanın qərbinə çıxarıb təhlükəsiz yerə oraya yerləşdirəndən sonra geri qayıtdıq. Geri qayıdandan sonra öz döyüşçü qardaşlarımın yanına qoşuldum onlarla birlikdə. İstiqamətimiz Kiyevin şimal istiqamətində, Lyuter istiqamətində və daha yuxarı Dımir istiqamətində olan qüvvələrə qoşulduq. Ukrayna müdafiəsində və biraz geri qayıdıb Maşın istiqamətində olan döyüşlərdə iştirak elədik. Ukraynada davam edən müharibə zamanı müxtəlif millətlərin nümayəndələri öz həyatlarını təhlükəyə ataraq Ukrayna müstəqilliyi uğrunda mübarizəyə qoşulublar. Bu hərbçilər arasında Azərbaycanlı könüllülər də var. Azərbaycanlı hərbçilərin Ukraynada mübarizəsi iki xalq arasında dostluq və həmrəylik əlaqələrini daha da möhkəmləndirir. Onlardan biri də əslən Şəki rayonundan olan və Ukrayna ordusuna xidmət edən Azərbaycanlı Vidadi İsrafilovdur. Vidadi bildirib ki, artıq 27 ildir Ukraynada yaşayır və 2014-cü ildən könüllü olaraq Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizədə Ukrayna ordusuna qoşulub. Deməli, 2014-cü ildə Ukraynada bilirsiniz ki, meydan hərəkatından sonra, azadlıq hərəkatından sonra Ukrayna ərazisi, o cümlədən Krım birbaşa anneksiya olandan sonra və Donetsk-Lugansk bölgəsində separatizm hərəkatı baş qaldırdı, müharibələr başlandı Ukraynada və mən də Ukrayna könülləri ilə birgə, Ukraynalılarla birgə bütün cəbhə bölgəsində, demək olar ki, o zaman 2014-cü ilin mart ayından, artıq 11 il oldu, mart ayından olaraq bütün cəbhə bölgəsində olmuşam könüllərlə birgə. İlk öncə mənim fəaliyyətim bütün döyüşən orduya, yəni o vaxtda çox böyük kömək lazım idi. O döyüşən orduya köməklik oldu, yəni maddi, mənəvi dəstək, yeməklə, ərzaqla köməklər oldu və 2015-ci ildən daha doğrusu Ukraynanın ilk könüllü ordusu olan Milli Qvardiyanın tərkibində olan Batalyon Kulçitsk adına batalyonun tərkibinə qatıldım və Batalyon Kulçitskinin tərkibində mən demək olar ki 500 nəfər bizim heyət var idi və mən tək Azərbaycanlı idim və bu heyətlə və bu deməli o batalyonun tərkibində bizim yolumuz Lugansk bölgəsindən başlayaraq Papasny, Debalçeva bütün cəbhə bölgə qaynar nöqtələrdə olduq. Vidadi İsrafilov Ukraynanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qatılmasının bir Azərbaycanlı olaraq öz vətəndaşlıq borcu hesab etdiyini bildirib. Şükürlər olsun ki, yəni biz Azərbaycanlılar olaraq bu günlərim bu yolda bütün başqa millətlərin içində Allaha şükürlər olsun, ən aktivi yox, ən aktiv qüvvədir, ən böyük qüvvədir, həm sayıca, həm fəaliyyətcə, həm istiqamətcə biz daha çoxuq və bu istiqamətdə biz axıra qədər də bu bayrağı saxlamalıyıq, çünki bizim Azərbaycan bayrağı hər şeydən önəmlidir, millətimizin adı önəmlidir və bunu da saxlayan, daşıya bilən çox şükürlər olsun ki, bizim hərbiçilərimiz var, mülklərimiz var, volontyorlarımız var. Ukrayna xalqının, Ukrayna dövlətinin çox böyük köməyə ehtiyacı var. Və bu ehtiyacda biz Azərbaycanlıların, əgər biz bu günlərim onların yanında oluruqsa, gələcəkdə həqiqətən də bu bizim baş ucalığı gətirir bizim millətimiz üçün. Çünki bir tarixdir yazılır. Və bugün biz bu millətin böyründə olmalıyıq. Ukrayna xalqı bütün dünyada bilir ki, bu haqq tərəfindədir. Ukrayna xalqı, Ukrayna dövləti təcavüzə maruz qalıb və deyərdim ki, sizə, əgər 2014-cü ildə bizim fəaliyyətimiz və istiqamətimiz, mübarizəmiz dövlətin ərazi bütövlüyü uğrunda idisə, bu günlərim 2025-ci ildə, 2024-cü ildə, 2023-cü ildə, yəni geniş miqyaslı təcavüzdən sonra Ukrayna xalqının, millətinin yanında olmaq, millətini qorumaqdır. Bizimlə söhbətində Vidadi Sergey Kulçitski adına batalyona qoşulmasının səbəbini açıqladı. Batalyon tərkibində mənim fəaliyyətim 7 il olmuş, amma 7 il də az tarix deyil. 7 il demək olar ki, bütün qaynar nöqtələrdə keçmişik batalyonla birgə. Yenə də Allaha şükürlər olsun, sağ-salamat. Yəni bilirsiniz, bu hər hansı bir əsgərin, hər hansı bir zabitin sağ qalması bugünkü gündə bu döyüş yolu keçərək sağ qalmasında onun professionallığı və o cümlədən də birbaşa komandirin, batalyon komandirinin birbaşa rolu var. Həqiqətən də yəni öz əsgərlərinin qoruması, müəyyən qoyulan hərbi tapşırıqların yerinə yetirilməsində birbaşa komandalığın böyük rolu var. Və mənim bu batalyon seçməyimdə də bir nömrəli həmin komandir batalyonunun Viktor Anatolievich Toloşkonun olması və rəhmətli generalımız Sergey Petroviç Kulçitskinin olması böyük rol oynadı. Və şükürlər olsun, yəni bu yolu həqiqətən lazımi qədər alnı açıq, üzü ağ, əzmlə keçə bildik.
Vidadi yalnız döyüşlərdə deyil, həm də könüllülərlə birlikdə humanitar yardımın çatdırılması, mülki əhaliyə kömək göstərilməsi və döyüşçü yoldaşlarının cəbhədəki tələbatlarının ödənilməsi işində fəal iştirak edir. Mütəmadi olaraq cəbhə bölgələrində oluruq, mütəmadi olaraq cəbhə bölgələrində olaraq olan şəhərlərdə, kəndlərdə oluruq, görüşürük, bacardığımız qədər, mümkünü qədər döyüşənlərə, mülki əhaliyə, millətimizdən olanlara, yəni hamısına bacardığımız qədər kömək edirik. Yəni ta ki bizim bu fəaliyyətimiz, gücümüz müharibə bitənə qədər davam etməlidir. Vidadi bildirib ki, 2023-cü ildə səhhəti ilə əlaqədar aktiv hərbi fəaliyyətini dayandırıb. 2018-ci ildə artıq qeydiyyatdan keçirilmiş, Ukrayna Ədliyyə Nazirliyinin qeydiyyatdan keçirilmiş Ukrayna-Azərbaycan döyüş iştirakçılarının qardaşlıq cəmiyyətinin fəaliyyətini daha da gücləndirdik. Ona görə ki, Ukrayna-Azərbaycan müharibə iştirakçılarının qardaşlıq cəmiyyəti bu günlərim bəlkə də 500 nəfərdən çox onun üzvü var. Və orada təkcə Azərbaycanlılar deyil, başqa xalqların nümayəndələri də, Ukraynalılar da var, Tatarlar da, Krım Tatarlar da var, Çeçenlər də, Gürcülər də var. Yəni çox böyük əhatə eləyir. Və bizim bu fəaliyyətimiz daha genişləndi. Ona görə ki, bu vətəndaşların bu günlərim Ukraynada çox böyük problemləri var. Yəni bu problemin həlli yolunda bizim qardaşlıq cəmiyyəti bütün rıçaqları, alətləri öz əlindən keçirdi. Bizim çox böyük bugünkü gündə Ukrayna Müdafiə Nazirliyi ilə, Ukrayna Veteranlar Nazirliyi ilə sıx əlaqələrimiz var. Hüquqi nöqteyi nəzərdən. Onların status alınması, şəhidlərin hüquqi məsələləri, onların kompensasiya alınması, ailələrinin problemləri, yəni hamısı istiqamətində çox böyük işlər görünür. Və o cümlədən də bugünkü gündə döyüşən Azərbaycanlıların və yəni Ukrayna vətəndaşı olanlar, vətəndaşların da bəzi sənəd məsələləri var. Onların ailə məsələləri, bütün bu prosesləri, gedən prosesləri biz hamısını öz üzərimizə götürdük. Bu gün Ukraynada Könüllülər Günü qeyd olunur. Tədbir 100-dən çox könüllünün iştirakı ilə Kiyevin mərkəzi meydanında keçirilib. Tədbirdə iştirak edən Kulçisk adına batalyonun komandiri polkovnik Viktor Toloçko könüllülərin müharibənin ən kritik məqamlarında fəal iştirak edərək həm döyüş meydanlarında, həm də arxa cəbhədəki böyük rol oynadığını bildirib. Чому, можливо, зараз треба сказати, наголосити саме на цьому, що День українського добровольця. Ukraynada Könüllülər gününü niyə qeyd edirik? Çünki onlar ölümdən qorxmadan əllərinə silah alıb vətənin müdafiəsinə qalxan insanlardır. Vidadi də onlardandır ki, öz xahişi və istəyi ilə batalyona gəlib döyüşlərdə iştirak edib. O, həm müharibənin əvvəlində, yəni 2014-cü ildən, həm də 2022-ci ildə geniş miqyaslı müharibə başlayandan mübarizəyə qoşulub. Həm Ukraynanın, həm də döyüş yoldaşlarının maraqlarını fəal şəkildə qoruyub və hazırda da müdafiə edir. І завжди захищав інтереси як України, так і своїх побратимів. Könüllülərin əsas motivasiyası insan həyatını qorumaq, azadlıq və müstəqillik uğrunda mübarizə aparmaqdır. Onlar öz fəaliyyətlərini həmrəylik, insanlıq və vətənpərvərlik prinsipləri əsasında qururlar. Kiyev şəhərindən Seymur Şıxəliyev və Ceyhun Şüküroğlu, Amerikan səsi üçün.